İlham Əliyevin babası Əziz Əliyev sizcə O Olmasın Bu Olsun filmində Məştubatdan müxtəlif dələduzluqla pul qoparan hansı obrazın prototipidir? Bilirsiniz bu sualı niyə verirəm? Çünki belə bir iddia ilə, dolayısıyla hamımızın sevimlisi Həmid Herisçi, yazısı Həmid Herisçi çıxış edib. Həmid Herisçini yenidən ASTV-yə işə götürüblər. İşə götürüləndən sonra da elə Bismillahında o İlham Əliyevin babasına papaq atıb. Hansı formada? Hazırladığı verilişdə və elə bugün Hökumət saytında yazdığı məqalədə o iddia irəli sürüb ki, Üzeyir Hacıbəyli Məşədibad obrazı ilə əslində tanınmış xeyriyyətçi, milyoner Hacı Zeynalabdin Tağıyevin obrazını yaradıb. Bu fikir barəsində müxtəlif diskussiyalar zaman-zaman gedib. Mən qətiyyən razılaşa bilmirəm. Çünki mən tənqidçi Aydın Talıbzadənin rəyi ilə daha çox razıyam. İstəyirəm ki, o məqaləni siz də tapıb oxuyasınız. Aydın Talıbzadə çox elmi şəkildə, obyektiv formada, əhatəli izah edib, göstərib, sübut edib ki, əslində Üzeyir bəy bu əsəri ilə Füzulinin Leyli Məcnun poemasına ironiya edib. Oradakı obraz Məşədibad əslində müasir Məcnundur. Əsərin xırdalıqlarına getmirəm. Çox gözəl təhlildir, oxuyun. Amma gələk Həmid müəllimin iddiasına. O doğrudan da bu məsələdə qərarlıdırsa, biz ondan növbəti iddialı, cəsarətli addımı gözləyirik ki, onda desin görək, Məşədibaddan pul qoparan hansı dələduzla İlham Əliyevin babasını eyniləşdirir? Niyə görə bunu deyirəm? Çünki tarixi sənədlər var, kitablarda əks olunub. Yanılmıramsa İlham Əliyev özü də bir dəfə dedi ki, onun babası Əziz Əliyev Çar Rusiyası zamanı oxumağa gedirmiş ucqarlarına. Rusiyanın pulu yox imiş. Hacı Zeynalabdin Tağıyevə məktub yazıb. Tağıyev də bu məktubu müsbət qiymətləndirib, ona pul ayırıb. Filmdə, əsərdə biz görürük ki, Məştubatdan pul alanların biri də samballı, düz adam olmur. Həmid müəllim, əziyyət çək, bizə bir yeni məqalə ilə, yeni verilişlə töhfə ver, görək Əziz Əliyevi sən harda görürsən. Bu qədər.